Ermənistandakı hazırki siyasi rejim Qərb tərəfindən formalaşdırıldığı üçün baş nazir Nikol Paşinyanın Moskvada keçiriləcək 9 may qələbə paradında iştirak ilə bağlı qərar verməkdə çətinlik çəkdiyini düşünmək olar. Politoloq Elşad Mirbəşiroğlu bunu Today Press-ə açıqlamasında bildirib. O, Avropa siyasi dairələrinin Rusiyada keçiriləcək 9 may qələbə paradında iştirakla bağlı mövqelərini xatırladıb. Stat: Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirmişdi ki, paradda iştirak fəsadsız ötüşməyəcək. Bu, tədbirdə iştirak edənlərə açıq hədə idi. Avropa İttifaqının təsiri altında olan ölkə rəhbərlərinə qarşı hansı tədbirlərə əl atacağını zaman göstərəcək. Digər tərəfdən, Ukrayna prezidenti Volodymyr Zelenskinin də paradda iştirak edən dövlət başçılarının təhlükəsizliyinə təminat olmadığını bildirməsi Qərb dairələrinin təlimatıdır. Məqsəd odur ki, Moskvada keçiriləcək qələbə paradında yüksək səviyyəli iştirakçıların siyahısı məhdud olsun. Paşinyan Qərbdən gələn təlimatlardan kənara çıxa bilmir. Digər tərəfdən, Qərb dairələri Ermənistanın Rusiyadan olan asıllığını çox yaxşı bilir. Avrasiya İqtisadi İttifaqı Ermənistana ciddi iqtisadi dividendlər gətirir. Hələlik Avropa İttifaqı onu əvəz edəcək təkliflərə sahib deyil. Ona görə də ola bilsin ki, bu məsələdə Paşinyana güzəşt edilsin və o paradda iştirak etsin. Statın sonu. Ekspert düşünür ki, Ermənistanın hazırki vəziyyətində paradda iştirak etməsi üçün daha çox əsas var. Çünki hələ də Rusiyadan ciddi asılıdır. Elşad Mirbəşiroğlu həmçinin əlavə edib ki, Paşinyanın siyasi çevrəsində də bu səfərə qarşı olanlar var. Stat: Paşinyan aparatının böyük əksəriyyəti Rusiya tərəfindən arzu olunmaz şəxslər siyahısındadır. Sözsüz ki, onlar da Paşinyanı təzyiq edə bilərlər. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə iştiraki müsbət hesab edir. Onun belə mövqedən çıxış etməsi Paşinyanın iştirak haqqında fikirləri gücləndirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova da Paşinyanın dəvət olunduğunu bildirib. Bütün MDB ölkələri rəsmi dəvət alıb. Ermənistan isə hələ qəti qərar verməyib. Ermənistanın hazırki vəziyyətini və Rusiya ilə münasibətləri nəzərə alaraq düşünürəm ki, Paşinyan paradda iştirak edəcək. İştirak etməzsə, münasibətlər daha da gərginləşə bilər. Müşahidə edirik ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan cütlüyü aralarındakı əvvəlki ziddiyyətləri kənara qoyub Paşinyana qarşı koalisiya yaratmaqdadırlar. Köçəryanın da Rusiyanın ali siyasi dairələri ilə sıx əlaqələri var. Ermənistan daxilində hər şeydən öncə Paşinyana qarşı ciddi təşkilatlanmış çıxışlar ola bilər. Paşinyanın vəziyyəti onsuz da ürəkaçan deyil. Bu səbəbdən Moskvaya gedə bilər. Statın sonu. Qeyd edək ki, mayın 9-da Rusiyanın paytaxtı Moskvada qələbə paradı keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin digər liderləri ilə yanaşı təntənəli tədbirlərə dəvət olunub. Qiymət mahir Namiq Abbasov, Today Press.